İkinci topu qoşdular. Yenə də bədənindən bu arxadan partladı, bədənini çıxartdı. Top qoşulan hardansa bir yerdən vurub çıxmalıdır. Sonra üçüncü aparatı qoşdular. Yenə də mən ölmədim. Amma sonra həkimə mən deyəndə ki, həkim yoxlanış gəldi, axırlara yaxın. Həkimə mən deyəndə ki, bəs mənə 3 dənə tok aparatı qoşublar. Həkim mənim üstümə çığırdı ki, sənin başın xarabdır, 3 dənə aparat qoşublar, sən sağ qalmısan. Dedim ki, həkim, vallahi 3 dənə aparat qoşublar mənə. Birdən qoşublar özü 3 aparatı. Çünki deyirdi ki, birinə təsir eləmədi, birini də gətir, ikincisi təsir eləmədi, üçüncüsünü gətir. Mən bundan bilirdim də, mənim qulağımda tutmayıb ki, eşidirəm. Həm də gözümün altı biraz açıq idi, onları tanıyırdım mən, o bizə işgəncə verənləri. Kimlər idi onlar? Orada bizə işgəncə verənlərdən, bax, Qurbanov Cümşüd idi, gizir, baş gizir idi. Maşiyev Sənan idi, baş gizir idi. Sonra Ağayev Fuad idi, korpusun yuristi idi bizdə, mayor. Bir də Əliyev Elçin var idi, o da. Bunlar hamısı 057-nin gizir dabitləri idi. Amma mayor Axundov, Ağayev Fuad korpusun yuristi idi, mayor. Bunları mən tanıdım, onlar mənə işgəncə verirdi. Bir də bəziləri ki var ki, onları üzdən tanıyıram, onların ad familiyalarını bilmirəm. Amma üzdən tanıyıram, hətta tərtərdə, indi yaxın, onlar da kəşfiyyat taborunun əsgərləri idi. Biz də mütəmadi olaraq təlimlərimiz bir yerdə olurdaysa, yəni adlarını bilməsəm də sifətlərin hamısını tanıyıram. Bəli, orada toka verib, həkim mənə dedi ki, sən siqaret çəkənsən, dedim ki, xeyr, çəkən deyiləm, nə də ki, araq içən deyiləm, idmanla məşğulam. Özdə bədən figuramdan görürdü ki, idmanla məşğulam da. Dedi ki, sən siqaret çəkmədiyinə görə sən sağ qalmısan, dedi. Deməli, orada siqaret çəkən adamın o ciyarını o partladırmış o top. Ona görə də dözməyərəkdən ona öldürürmüşlər elə vəhşi. Bəs sizcə bütün bu baş verənlər niyə oldu? Nədən qaynaqlandı? Öz fərziyyələriniz, bildikləriniz nədir? Mən onun dəqiqliyi ilə bilirəm nədən olduğunu. Yaxşı sual verdiniz. 2016-cı ilin aprel döyüşlərində bizim spesnazımız Talış istiqamətindən döyüşə girdi. Bizim 703-ün kəşfiyyat bölüyü isə Sözson istiqamətində tapşırıq yerinə yetirdi. Hətta ondan bir ay qabaq, aprel döyüşlərindən bir ay qabaq biz işgəncə çəkdiyimiz bu 708-in ərazisində, yəni poligonda bizim Ruslan Ağaltıyev var idi, bizim briqada komandirimiz idi. Briqada komandirimiz həmən 708-də həmən girəcəyimiz postun çertiyojunu çəkmişdilər, yəni hər bir formada, düşmən postunun nə formadaydısa, həmən yerin o formada çəkilmişdi, qoyulmuşdu torpaqlarla. Səngərlər qoyulmuşdu orada böyük bir işlər görülmüşdü. Girəcəyimiz postun bir ay qabaq məşqini biz orada eləyirdik. Kim hansı işi görəcəkdir? Eyni erməni postu kimi düzəldilmişdi. Yəni, biz də ona görə də bizim düşmən postlarında tez-tez gizlənmələr var da, onlar it kimi girirlər, o səngərin altından yerlər var, oralara girirlər və onların da hamısı çəkilmişdi. Yəni, biz onların hamısını bildiyimizə görə, yəni çox uğurlu bir əməliyyat keçirdik. 2 saat müddətində həmən girəcəyimiz postu götürdük. Artıq post oldu bizdə. Təxminən səhər saat 5-də həmən postu biz götürdük. Axşam tərəfinə qədər saat 5-6 iradələri idi ki, bizi həmən postdan çıxartdılar geriyə. Yaşar Səfərov korpusun qərargah rəisi idi o zaman. Yaşar Səfərov bizə telefonda mənim bölük komandirim Elmar Allahverdiyev dedi ki, zəng vurdu ki, rabitələrin daşları öldüyü üçün birbaşa telefonla əlaqəyə çıxdı. Ki, bəs qrupumu çıxardı arxaya. Qrupumu çıxardı arxaya. Biz də əmrə tabiyik də, yəni əmr verirlər, gedib postu almışıq, bir də əmr verirlər, qayıtdıq geriyə. Yavaş-yavaş geri qayıdan müddətində bizim 15 dənə şəhidimiz oldu. Ancaq biz həmən posta girənə qədər neçə saat orada döyüş getdisə,
Bizdən qabaqda orada bir tabor var idi. Yəni orada atışma gedirdi. Kəşfiyyat kimi posta biz daxil olduq. Həmin o bizdən qabaqki döyüşdə 2 dənə şəhidimiz var idi. Amma qaydanda 15 dənə şəhid verdik. Niyə verdik? Çünki bizdən qabaq sağ-sol düşmən postları var idi. Həmən o ərazidə, Tərtər ərazidə düz yerlərdir. Yəni orada dağ-dərə yoxdur. Göz baxdıqca düzəngahlıq bir yerdir. Bəlkə gözün nə qədər görürsə bir elə yeri görürsən. Və ona görə də sağ-sol postlardan, həm də düşmən tərəf biraz yüksəklər olduğu üçün sağ-sol postlardan snayper və böyük silah, teşkil silahlarından bizim 15 dənə əskərimizi, bəlkə də bir 50-yə qədər də insanlarımızı onlar yaraladı. 15 əskəri şəhid verdik, bir 50-yə qədər, bəlkə də çox əskərlərimiz yaralandı. Və oradan bizi geri çıxartdılar. Ondan sonra getdilər düşmənlə bizim arada elə bir neytral zona var, təxminən 500 metr. Həmən bizim postumuzu çəkdilər bir 200-300 metr qabağa, düşmən postuna yaxın apardılar. Və oradan, nətər deyim, burada o torpaqlar, hektarlar əmələ gəldi. Bu səfər dedilər ki, aprel döyüşlərində bu qədər, məsələn, 1000 hektar yeri biz almışıq. Elə o 1000 hektar yer elə bizdəydi, neytral zonadaydı. Yəni, mən belə başa düşdüm ki, yəni bir kəşfiyyatçı kimi, mən belə başa düşdüm ki, düşmən, bizimkilər Ali Baş Komandanı məruzə eləmişdik ki, Talış Söyüslan alınmışdı. Bəli, alınmışdı, düz idi o birinci informasiya. Cənab Prezident də çıxdı, məruzə elədi ki, bəs xalqa müraciət elədi ki, Talış Söyüslan bizdədir. İndiki su qovuşağını o vaxtı bizim spesnaz almışdı. Amma spesnazı da oradan çıxardanda 28 ya 29 şəhid verirdilər. Özdə tanınmış insanları, çox tanınmış, bu dəqiqə onlar Müdafiə Nazirliyində indi hal-hazırda oturan bir insanları, onlar o vaxtı, məsələn, Raqif Orcovu, Pəncəli Teymurovu, Murad Mirzəyevi, Mühit Orucovu, bunların hamısı orada Dilsuz Qarayevi, tanıdığım insanlardan deyirəm. Ən tanınmış spesnazın o qaymaqları deyək də, indi orada hamısı qaymaqdır, amma əsas o qaymaqları orada apardılar, şəhid elədilər. Özdə qəsdən elədilər bunları. Orada da komandalıq eləyən baş qərargah rəisi Nəcməddin Sadıqov idi. Çünki onun ora bir ev gətirmişlər, yəni maşından ibarət belə bir ev gətirmişlər həmin vaxtı. Tərtər körpüsündən onun maşını keçə bilmədi. Çünki çox ağır olduğu üçün körpüdən onu keçirtmədilər. Dedilər ki, körpü uçacaqdır. Çay ilə keçdilər o maşını apardılar, Tərtərin üst tərəfində qoymuşlar. Ondan bilirdim ki, baş qərargah rəisi Nəcməddin Sadıqov birbaşa Tərtər istiqamətində döyüşə idarəçiliyi ancaq onun əlində idi. Mən də belə başa düşdüm ki, qəsdən Söyüslanı da təzədən qaytardılar, verdilər Erməniyə, Talışı da qaytardılar, verdilər Erməniyə. İndiki su qovuşanda, indiki vətən müharibəsində bəlkə orada minlərlə insanlarımız şəhid olubdur. Amma elə oranı 2016-cı ildə elə spesnaz 2 saat müddətini almışdı, 2-3 saat müddətini almışdı. Minlərlə şəhid verilir, bax ora. Qeyd edirsiniz ki, o sadaladığınız adamları bilərəkdən öldürdülər orada. Bəli, bilərəkdən öldürdülər onları. Səbəb nə idi yəni? Səbəb oydu ki, Ali Baş Komandanımıza məruzə eləmişdilər ki, mənim düşüncəm belədir. Məruzə eləmişdilər ki, Talış Söyüslan alınıbdır, sonra bunları qaytardılar, verdilər özlərinə, erməninin özlərinə qaytardılar, verdilər. Sonra da bunu çıxartdılar ki, güya ki, əskərlərdə xəyanət var, əskərlər döyüşə, zabit gizirlər döyüşə girməyibdir və orada cəhsuslar var bunların içərisində və güya ki, bizlər atqaz eləmişik, döyüşdən atqaz eləmişik. Amma döyüşdən kim atqaz edir? İnanın ki, tanıdığım insanlar var ki, Allaha and olsun ki, Əlyalın bronzidesiz düşmən üstünə Qaçayev var idi Şamaxıdan, əskər, gənc əskər, düz düşmən səngərinə qədər ata-ata getdi, gənc əskər. Sonra Mahir var idi Bakıdan, əskər idi o da.
Qurana and olsun. Bronziyəsiz kişi kimi döyüşdülər. Bizim yəni zabit gizirlərimiz biz 30 ildir bu günü gözləyirik. Nədənsə hansı bir döyüşdən heç kəs qaçmıyıb döyüşlər. Əliyalın gedirdi cəmaət düşmənin üstünə. Bunlar Azərbaycan oğullarını sındırırlar ki, güya ki Azərbaycan oğlu döyüşdən atqaz edir. Bizim qanımıza yazılır döyüş. Biz arabacılarımızın qisasını, hər dəqiqə qisası ilə oturub duran adamlar ki, ay Allah, bunların qisasını alaq. Xocalıda, Ağdamda, Kəlbəcərdə, Toyota erməni yığıb apardığı qadınlarımızın, qızlarımızın qisasını alaq.